Hətta mənə bir söz dedi ki, əgər 5 ay, mən təbii ki, evi təmirini kiraya çıxmışdım. Dedi ki, əgər 5 aya qutarsam, 4 ay qutarmasam, 5-ci ayın kira pulunu mən ödəyəcəm. Yəni bu insan o qədər özünə güvənir. Təmir şirkətləri olduqca çoxdur. Niyə məhz biz? Biz sizi daha əvvəl mənzilini təmir etdiyimiz şəxslərlə əlaqələndirə bilərik. Onlardan bizim işimizin keyfiyyətinə bağlı rəy ala bilərsiniz. Məsələn, hazırda mənzilini sıfırdan təmir etdiyimiz Fərid bəyin yanındayıq. Məhəmməd bəyin sözünə qüvvət, niyə məhz Villa Baku? Mən də bir ev sahibi kimi istəyirəm öz fikrimi bildirim və dediyim sözlər tam səmimidir. Çünki mən bu evi təmir etməmişdən qabaq bir çox şirkətlərlə danışdım və bura məsləhət gətirdim evə baxsınlar. Məndə şəxsən güvən yaratmadılar. Əsas məndə güvən yaradan məsələlərdən biri müqavilədə göstərilən hər bir şeyin adı-badı hamısını gətirib burada istifadə eləməsidir, keyfiyyətli məhsulların. Və dediyi ki, müqavilə biz bağlamışdıq 4 aya, 4 ayda təhvil verdi Coşqun bəy. Hətta mənə bir söz dedi ki, əgər 5 ay, mən təbii ki, evi təmirini kiraya çıxmışdım. Dedi ki, əgər 5 aya qutarsam, 4 ay qutarmasam, 5-ci ayın kira pulunu mən ödəyəcəm. Yəni bu insan o qədər özünə güvənir. Mən şəxsən razıyam görülən işdən, səmimiyyətdən tək Coşqun bəy yox, Coşqun bəy başda olmalı, bütün kollektivləri fəhlədən tutmuş ustaya qədər hamısı çox gözəl insanlardır. Gəldi yəni mənim evimdə işləyənlər. Mən onların hamısına halallıq verirəm. Sözün həqiqi mənasında 4 ayın içində belə gözəl, keyfiyyətli iş təhvil verdilər, sağ olsun. Təşəkkür Villa Baku. Daha ətraflı məlumat və bizimlə əlaqə saxlamaq üçün zənginizi gözləyirik.